Rəsədənin 130 illiyi tamam olur. Nə qədər inkar olunsa da, hamının bu tarixi, bu şəxsiyyəti qəbul eləməsi bir həqiqətdir. Onu inkar eləmək qeyri-mümkündür. Heykəlləri küçədə görünməyə bilər, amma hər birimizin həm qanımızda, həm də mən elə gəlir ki, ruhumuzda heykəlləşib. Məməd Əmin Rəssadə, o dövr, istiqlal dövrümüz və o mücahidlər. Bugün Borçalı Cəmiyyətinin tədbiri də məhz həmən tarixin tədqiqinə əsr olunub. Mövzumuz 20-ci əsr Azərbaycan və Gürcistan istiqlal tarixində Borçalı faktoru və ya da Borçalı türkçülərinin yeri və roludur. Niyə xüsusiləşdirdik? Məgər siyasi cəhətdən də geopolitik anlamda da çox önəmli bir məsələdir ki, bizim istiqlal tariximiz Gürcistanda, Tiflisdə, Borçalıda elan olunub. Bizim milli mücahidlər Borçalı mühitində yaşayıblar, fəaliyyət göstəriblər, siyasi, ədəbi, ictimai fəaliyyət göstəriblər. O dövr tədqiq olunmalıdır, güman eləyirik, diqqət ayrılmalıdır, güman eləyirik və çağdaş zamanımız üçün də Borçalı türkləri sanki iki dövlətin, iki mədəniyyətin məsuliyyətini daşımaq zorundadır və bu baxımdan da indiki zamanda da belə bir mövzu onların bu missiyanın daha ləyaqətlə yerinə yetirilməsinə təşan verənlər. İcazənizlə bugünkü tədbirimizi Azərbaycan Respublikasının dövlət himnini ifası ilə açıq edim. Eyni zamanda Azərbaycanın istiqlalı yolunda, Türk dünyasının tərəqqisi yolunda şəhid olan bütün kəslərin xatirələrini bir dəqiqəlik sayğı düşürlə yad etməyə dəvət edir. Dəyərli bəylər, xanımlar, çox dəyərli insanlarımız, ictimai siyasi fikir insanları, tədqiqatçı alimlərimiz bu məclisdədir və mən bunu
dəvətimizi bir mənalı qəbul edən kəslərə hamısını təşəkkür edirəm. Bunun kökündə də yenə Məmməd Əmin Rəsulov ruhuna ehtiramdır. Nə Borçalı cəmiyyəti, nə Zəlimxan Məmmədlinin şəxsiyyətli burada rol oynamır. Bunun ona görə yenə ruhumuzun birliyi günüdür, təntənəsi günüdür. İcazənizlə mən bugün çalışacağım ki, və biz elə düşünmüşük, alimlərimiz danışsın, o dövrün tədqiqatçı insanları danışsın, onların zəhmətinə dəyər verək, onları biraz da yuxarı pilləyə bindirək, bir aydınlara yer verək və idarə etməklə bağlı da bunu təklif eləmişik. Bu günlər burada o dövrü tədqiq edən görkəmli alimlərimiz və ictimai siyasi xadimlər, Cümhuriyyət Müsavat Partiyasının başqanı İsa bəy burada, Milli Şuranın sədri Cəmil bəy burada və bizim Türkiyədən Bilal Dündar bəy əfəndimiz, hamımızın tanıdığımız buradadır. Hamısına xoş gəldiniz deyirəm, təşəkkür edirik. Və bizim sənətçilər buradadır. Proqramımız təqribən belədir. Konferans hissəsi, sonra bizim bir tövsiyələrimiz olacaq. Onlar hamıya paylanıbdır. O tövsiyələrə baxılacaq. Ən sonda bir ödül törənimiz olacaq. Qoy bunu deyim, bu vaxta qədər deməmişik, xeyli insanlar bilmir. Və tədqiqatçı alimlərə xırda bir hədiyyəmiz olacaq, onu təqdim edəcək. Ən sonda, əgər məsləhət olacaqsa, bir qəhrəmanlıq havaları ilə bizim aşıqlarımız bir-iki boğaz yiyəcəklər. Bu, bir herhalde Borçalı məclisidir. Yəqin ki, buna da etiraz olmaz. Belə qəbul olmasına etiraz yoxsa, biz keçək məclisimizə. Bugünkü məclisi idarə eləmək üçün bizim çox hörmətli professor Cəmil Nəsib Nəsibliyə həval eləmişik. Borçalı cəmiyyəti məsul olaraq, həm də bir tədqiqatçı alim olaraq Nəsib bəy məclisi idarə eləyəcək. Və bizim rəissiyyət heyətinə dəvət edirəm. Cəmil bəy, sizi xahiş edirəm. Vahid Farzumanlı, xahiş edirəm. Sabri bəy, xahiş edirəm. Yasman Yaqublu, Yasman bəy Yaqublu, xahiş edirəm. Kərəm Məmmədov, Kərəm bəy, xahiş edirəm. 100%, belə yaxşı olar bəy. Bayqar Əkbərov, bizim gənc və milli şuurun formalaşmasına ciddi fədakarlıq eləyir. Buyurun, xahiş edirəm. Və belə mənə deyər ki, nəzərimdən qaçmadı. Siyasilərimiz başqan həmçə xalqın içində olmalıdır. Xalqın içində olacaq. Hamıza təşəkkür edirəm. Və mən artıq estafeti verirəm. Bu siyasi diskusiya yeridir. Bu alimlərdir. Bu günləri biz onları dinləyəcəyik. Həm tarixi yaddaşımız bərpa olacaq, həm öyrənəcəyik, həm də gələcək üçün bir perspektivlər bəlli olacaq. Nəsib bəy, xahiş edirəm. Çox təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Mənim üçün həqiqətən çox böyük bir şərəfdir. Bu böyük kişinin Oğlanın məclisində deməli, bu məclisə aparmaq. Hamıza xoş gəldin deyirəm öz adıma. Zəlimxan bəy proqramı elan elədi. Hər halda iclasa aparmaq. Mən də bir məruzəçi kimi salmışdınız. Bir-iki sözlə mən deyəmək. Haqqımı saxlayıram, onu da mən deyəcəm. Və şübhəsiz ki, burada oturanların hamısı nəsə demək istəyirlər, öz sözlərini bildirmək istəyirlər və əvvəldən bu reqlament məsələsində deyək, çıxışçılar üçün mümkün qədər yığcam olsun, mümkün qədər məsələnin məğzindən danışılsın və əlbəttə ki, partiya sədrləri var, burada böyük ictimai xadimlər var və hamısının sözü var. Və burada oturanları mən baxıram, əksəriyyəti Sovet dövrünün adamlarını, gənclər azdır və hamımız da bilirik ki, Sovet insanına bir zamanlar bu qərbdə homo sovetikus deyirdilər, biraz yarı ciddi, yarı zarafat. Bu homo sovetikus kimiydi? Homo sovetikus xüsusən qeyri-ruslar aşağılıq kompleksinə qapılmış insanlar idi, böyük əksəriyyət. Çünki aşağılıq kompleksi niyə olmasın? Bizim rəhbərlər 26'lar sayılırdı. Hər yana baxırdın, onların şəkilləri vardı. Və mən də özümü biləndən düşünürdüm ki, bizim bu mədəniyyət evlərində bir qayda olaraq Əbilullah Gəncəvi, Məsədi Gəncəvi, filan Gəncəvi, nə bilim, Nizami gəlirdi, klassiklərindən qutarırdı. Mən də düşünürdüm ki, bunlar yaxşı, gözəl, bunlar şairlər. Bizim bir dövlət adamı, siyasət adamı yoxdur mu? Sonradan, deməli, bu tarixçi olarak biraz işlədikdən sonra, gözüm açılandan sonra gördüm ki, bir Azərbaycan Xalq Cəbhəsi, o da doğrudur. Azərbaycan Xalq Cümhuriyyəti deyilən bir fenomen var idi, böyük bir hadisə var idi və
onu bu ərsəyə gətirən, bu milləti bu ərsəyə gətirən adamlar var idi, millət qurucuları var idi, dövlət qurucuları var idi və o kompleksdən, aşağılıq kompleksindən az-az qurtulmağa başladı. Və bunun yanında birini də deyim, 1905-ci il ermənilər hər tərəfdən hücuma keçir və Azərbaycan tərəfinin də əlində bir şey yoxdur. Nə düzəməlli bir siyasi partiyası var, onların 2-3 dənə partiyası var, daşnağı var. Sonra hərbi gücü var, hərbiləşmiş belə deyil, milis dəstələri var. Hətta London deməli bankində hesabları var, 1 milyon frank, o dövrün çox böyük puludur. Deyək ki, üstəgəl, Balqaristanda hərbi düşərgələri var, bu militanları hazırlamaq üçün. Azərbaycanın əlində heç nə yoxdur. 1905-dən söhbət gedir və orada-burada deməli müzakirələr, qırğınlar gedir və bir müzakirəyə otururlar. Rəhmətlik deməli Tayevin evində müzakirəyə otururlar ki, biz elə baxası yıxmıblar. Bunun axırı nə olacaq? Ermənilər qırırlar. Ruslar da bu polis-molisləri deyir ki, bəsə bunlara şərait yaradırlar və Əhməd bəy Ağaoğlu deyir ki, belə yaramaz və ilk dəfə etirazını orada bildirir. Və buna niyə dedim? Bax, o aşağılıq kompleksinin çıxmasında həqiqətən də bu böyük kişilərin çox böyük rolu oldu. Məhəmməd Əmin bəy ki, Müsavat Partiyasını qurur. Məhəmməd Əmin bəy ki, Milli Şuranı sədrlik edir və Azərbaycan dövlətinin yaranmasında çox önəmli bir rol oynayır. O kişi ki, Azərbaycanın ideologiya baxımından ən böyük şəxsiyyətdir. O kişi ki, həqiqətən Azərbaycan jurnalistikasının ən böyük şəxsiyyətlərindən biridir və yaxud da birincisidir, bilmirəm, Nəsiman bəy düzəldərsən. Çünki 1915-dən sonra elə bir mətbuat orqanı yoxdur ki, əlbəttə kommunist mətbuatını demirəm, mühacirət xüsusən mətbuatını deyirəm, ya onun təsirçi olmasın, ya onun əsas yazarı olmasın. Məhəmməd Əmin bəy Rəsulzadə həqiqətən bizi o aşağılıq kompleksindən çıxardan insanlardan biri oldu. Və bu bir yana qalsın, bizə bu ilk milli dövləti bəxş edən kişilərdən birisi oldu və yaxud da birincisi oldu. Olsun, birincisi oldu. İndi birinci, ikinci, üçüncü sıraya bölmək istəmirəm. Çünki bu kişilərin hamısı həqiqətən böyük kişilər olub. Onlardan əvvəl də, onlardan sonra da bizim fikir və əməl böyüklərimiz olub. Həqiqətən də ola bizim qürur mənbəyimizdir. Və bugün Borçalı Cəmiyyəti Borçalı Cəmiyyətinin bu təşəbbüsü mənə elə gəlir ki, çox gözəl təşəbbüsdür. Və onu alqışlayıram, sizlərə də bir daha xoş gəldin deyirəm. İndi çıxışçılara sırasıyla mənə verilən o deməli hamısı dəyişə bilər bir Nəsiman bəydən başqa elə. Nəsiman bəyin də çox böyük haqqı var, buna iddia eləməm. Bir də Nəsiman bəyin bir işi var və məmnuniyyətlə sözü doktor olmağa namizəd Tarix elmləri doktoru Nəsiman Yaqubluya Məhəmməd Əmin Rəsulzadə irsini tədqiq edən, deməli, o təşkilatın, o qurumun başqanına söz verirəm. Nəsiman bəy, buyurun. Hamınızı salamlayıram. Təşəkkür edirəm bu tədbirin təşkilatçılarına. Biz neçə ildir ki, Rəsulzadə ilə bağlı tədbirlər keçiririk, amma bu tədbir mənim ona görə xoşuma gəlir ki, ilk dəfədir ki, o mövzuda yazan tədqiqatçıları bir stol arxasında oturduqlar. Yəni, Borçalı Cəmiyyətinin ən böyük həm də xidməti ondan ibarətdir ki, bu mövzuda yazan adamların əksəriyyətini bir cərgədə əyləşdirib və bu da bir tarixdir ki, son illərdə ilk dəfədir ki, biz bir cərgədə belə otururuq və bu məsələ haqqında danışırıq. Təbiidir ki, Azərbaycanın 20-ci əsr tarixində Məhəmməd Əmin Rəsulzadənin çox böyük rolu olub və bu cümhuriyyətin qurulmasında Rəsulzadə ilə birgə bizim digər görkəmli şəxsiyyətlərin də rolu olub.
Əli Mərdan bəy Topçubaşovun, Fətəli Xoyskinin, Nəsib bəy Yusufbəylinin, digərlərinin biz bunların heç birisini digərlərinə qarşı qoymuruq və bunların hamısı Azərbaycanın ilk dövlətinin qurulmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdir. Və son vaxtlar mən bizim bu internet saytlarında diqqət yetirirəm, mətbuatda diqqət yetirirəm. Bir də görürsən ki, yəni adamın demədiyi bir sözü elə formada ictimaiyyətə təqdim edirlər ki, elə mən özümlə bağlı deyirəm, adam təəccüblənir ki, doğrudan mı bu sözləri biz söyləmişik. Yəni, şəxsiyyətləri bir-birinə qarşı qoymağın mən qəti şəkildə əleyhiyəm. Bunların hər biri Azərbaycan xalqının sərvətidir, hər biri Azərbaycan xalqının dəyəridir və hər birinin taleyini burada əyləşən insanlar burada hamısı təsdiq edə bilərlər. Elə Cəmil bəyin qabağında o kitabı görürəm, Əli Mərdan bəy Topçubaşovun fəaliyyətini, birdən keçirəm Nəsib bəy Yusufbəylini yada salıram, bu tərəfdən birdən yadıma düşür araşdırdığımız Fətəli Xoyskini, bu tərəfdən keçirəm digərlərini. Bunlar o qədər böyük fədakarlıqlar göstəriblər. Millətə, vətənə o qədər yüksək xidmət nümunələri göstəriblər ki, bunların hər hansı birini digərinə qarşı qoymaq düzgün deyil. Çünki bunların özlərinin əqidəsində, xarakterində, məfkurəsində bir-birinə qarşı yox, Azərbaycan idealı dayanır və Azərbaycan uğrunda mübarizə aparmaq, Azərbaycanı çətin situasiyalardan çıxartmaq bu məsələ dayanırdı və bu insanlar da bu fəaliyyəti yerinə yetirdilər və bu işi gördülər. Ona görə də mən düşünürəm ki, bu mövzu qapanmalıdır. Bizim mətbuatımızın, yəqin ki, burada təmsilçilər iştirak edir, bu mövzu qapanmalıdır. Və təbiidir ki, bu mövzu da qapanmalıdır ki, Rəsulzadə Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqudur. Mən onun haqqında çox görkəmli şəxsiyyətlərin fikirlərini oxumuşam və onun ən yaxın silahdaşlarının özlərinin fikirlərinə istinadən demək istəyirəm ki, özləri etiraf ediblər ki, 20-ci əsr Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu Rəsulzadədir. Bu sözlərin müəllifi bizim böyük mütəfəkkirimiz Mirzəbala Məmmədzadə olur ki, Rəsulzadənin tarixdəki yerini o belə dəyərləndirib ki, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu. Mən bunun qısaca açığını vermək istəyirəm ki, hər hansı bir dövlətin prezidenti də olmaq mümkündür. Hər hansı bir insan gələcəkdə prezident də ola bilər, baş nazir də ola bilər, nazir də ola bilər. Amma bir xalqın, bir millətin milli qurtuluş ideoloqu səviyyəsinə qalxmaq hər bir xalqda bir şəxsə qismət olur, nəsib olur. O da bizim xalqda Məhəmməd Əmin Rəsulzadəyə qismət olur. Özdə bu, onun belə deyək ki, gəlişi gözəl sözlərdən, ifadələrdən ibarət olan bir mövqeyinin ortalığa qoyulması ilə ölçülmür. O onun xidmətləri ilə ölçülür. Rəsulzadənin bütün fəaliyyətini izlədikdə bir neçə məqamın şahidi oluruq. Rəsulzadə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin memarı və qurucusudur və istiqlal məfkurəsinin yaradıcısıdır. Mən Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasını çap elətdirmişəm və orada Rəsulzadənin bibliografiyasını vermişəm. Bu bitən bibliografiya deyil. Olsun ki, sabah birisi gün biz yenə arxivlərdən Rəsulzadənin yeni əsərlərini tapacağıq və oraya əlavələr edəcəyik. Amma hələlik mənim gücüm buna çatdı, bunu etdim. 1200-ə qədər bu adam əsər yazıb ki, məqalə yazıb ki, özdə hamısı ideoloji əsərlər, tarixi əsərlər, hamısı Azərbaycan istiqlalına xidmət edən əsərlər, hamısı Azərbaycan xalqının mübarizəsinə xidmət edən əsərlər. Leninin 55 cildliyin qoymuşlar ortalığa, bir peyğəmbərə çevirmişdilər. 1200 əsər yazıb gedib bu adam. Bu adamın həyat və fəaliyyətinin 71 illik ömrünü bölsək, Azərbaycanda çox az bir hissəsi olur. Hamısı müxtəlif ölkələrdə, Almaniyada, Türkiyədə, İranda, Fransada, Polşada və indi gəlin hamımız açıq etiraf edək. Bir ölkədə gedib hələ yaşamaq çətindir, hələ gedəsən orada mübarizə aparasan, gedəsən orada təşkilatlar qurasan, gedəsən orada qəzetlər, jurnallar yaradasan, Azərbaycan istiqlalı uğrunda mübarizə aparasan, gəlin etiraf edək, bunlar hər şəxsin edəcəyi hünər deyil. Ona görə də mən o fikirdəyəm ki, bəli, Məhəmməd Əmin Rəsulzadə hələ öz sağlıqlarında, Topçubaşovunda, Fətəli Xoyskinin də, Nəsib bəy Yusufbəylinin də etiraf etdikləri kimi Rəsulzadə doğrudan da Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu idi və Azərbaycan Xalq Cumhuriyyətinin həm də yaradıcısı idi. Xəlil İbrahim o dövrün görkəmli jurnalistlərindən biridir və Azərbaycan qəzetində müxbiridir. Mən o gün 18-ci ilin qəzetlərindən baxam görəm maraqlı bir detala rast gəldik. Yazır ki, həmin hadisələr vaxtı Cumhuriyyətin qurulduğu dönəmlərdə Rəsulzadənin bir övladı dünyaya gəlmişdi və o rəhmətə getmişdi. Rəsulzadə o qədər məşğul oldu ki, bir saatdan artıq dəfn yerində otura bilmədi. Getdi o işlərlə məşğul olmağa. Siz necədir? Mən çox nümunələr gətirə bilərəm.
Bir insan ki öz övladının yasında bir saatdən otura bilmir ki, bu tərəfdə millətin talihidir. Gəlin etiraf edək ki, mən yüzlərlə belə nümunələr gətirə bilərəm Rəsulzadənin xidmətləri ilə bağlı. Mən burada Seyid Həsən Tağızadənin sözlərini deyə bilərəm ki, Seyid Həsən Tağızadə elə bir adam deyil. Burada bizim tədqiqatçılarımız çox gözəl tanıyırlar. Və hər adam haqqında da o cür sözləri söyləməz ki, Rəsulzadə bütün ömrüm boyunca şərq dünyasında rastlaşmadığım fövqəladə insanlardan biridir. Böylələrinə nəinki bizim dünyamızda axtarsan, bütün dünyada rastlanmaz. Mən Marshal Pilsudskinin sözlərini misal gətirə bilərəm. Mən digərlərinin sözlərini, Seyid Cəhməd Kırmərlinin sözlərini misal gətirə bilərəm və s. və s. Yəni demək istəyirəm ki, Rəsulzadə doğrudan da Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir və zəngin bir sərvət qoyub getmiş şəxsiyyətlərdən biridir. Mən o fikirdəyəm ki, biz təbiidir, Rəsulzadənin öz sözləri demək istəyirəm ki, deyir, biz qərbi xalqıq. Birini seçib buraxırıq qabağa, sonra onu şaha döndəririk, padşaha döndəririk. Öz sözləridir. Amma biz kimisə burada şaha, padşaha döndərmirik. Biz kiminsə mövqeyini artıq öz obyektivcəsində dəyərləndiririk. Əgər bir şəxs ki, bir yüksək mövqeyə layiqdir, onu demək lazımdır. Bunu Gürcülər də deyir, bunu Fransızlar da deyir, bunu Türkiyə türkləri də deyir, digər xalqlar da deyir. Biz nə üçün bunu deməyək? Bizim də gözəl istinad edəcəyimiz bir şəxsiyyət var ki, o özünü, həyatını bütövlükdə millətə fəda edib. 22 yaşında yazırdı ki, bu millətin yolunda özünü bir fəda edən varmı ki, ona da qəhrəman deyilsin, onun qədri bilinsin. Fəda ol, qədr gör. Rəsulzadə belə deyildi, elə 22 yaşlarında və özünü də bütövlükdə millətə fəda etdi. Amma yenə deyirəm, bu fədakarlığın arxasında Rəsulzadənin çox ağır şəraitdə apardığı istiqlal mücadiləsi var. İstiqlal mübarizəsi var ki, Rəsulzadə bu istiqlal mücadeləsinin həm ideoloji, nəzəri əsaslarını işləyib hazırladı. Mən heç yeri getmək istəmirəm. Kimsə buna azacıq şübhəsi varsa, 1913-cü ildə Diriliş jurnalında Rəsulzadənin nəşr edilən dirilik, milli dirilik nədir yazılarını oxusun. İstiqlalın mənasını Rəsulzadə, milli diriliyin, milli şuurun mənasını Rəsulzadə orada necə açıqlayır? Hələ söhbət 1913-cü ildən gedir. Kimsə yenə şübhəsi varsa 1917-ci ildə Açıq Söz qəzetində Cümhuriyyət nədir məqaləsini oxusun. Nə üçün deyir, bizə Cümhuriyyət lazımdır? Rəsulzadə yazır. Hələ 17-ci ildə, 18-ci ilin Cümhuriyyəti qurulmuyor. Yazır ki, bir var Cümhuriyyəti xas, bir var Cümhuriyyəti ənam, bir var imtiyazlı adamların Cümhuriyyəti, bir də var bütün xalqın Cümhuriyyəti. Rəsulzadə yazır ki, bizə Cümhuriyyəti ənam lazımdır, bizə xalqın Cümhuriyyəti lazımdır. Odur ki, 1918-ci ildə bu dövləti yaradanda biz onun adını Xalq Cümhuriyyəti qoyduq. Mən elə onu açıqlamaq istəmirəm, çünki burada onun gözəl bilicisi oturub, Faiq bəy, mənim çox xoşum gəlir onun yazılarından Azərbaycan adının bu dövlətə verilməsi. Hamısı gəlir çıxır Rəsulzadənin üzərində. Və hələ bu adı verəndə İranda, İran mətbuatında Rəsulzadənin əleyhinə nə qədər hücumlar oldu. Yəni demək istəyirəm ki, hara toxunursan Rəsulzadənin mücadeləsini görürsən. Və mən fikrimi bu sözlərlə yekunlaşdırmaq istəyirəm ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan adı var, nə qədər ki Azərbaycan dövləti adı var, hansı məqamına toxunsaq biz orada Rəsulzadəni görəcəyik. Allah ona rəhmət etsin, qəbri nurunda olsun. Sağ olun. Nəsibman bəy, təşəkkür edirik. Çıxış etmiş və çıxış edəcək bizim tarixçi dostlardan xahişimiz budur ki, qısa, konkret deyilsin və bir imkan da olacaq, bu deyilənlər kitab şəklində deməli çap olacaq. Sərxan bəy dedi ki, buradakı çıxışların mətnləri çap olunacaq. Məncə bu çox gözəl bir iş olardı. İkinci çıxışçımız siyahı üzrə Kərəm müəllimdir. Kərəm müəllim. Nəsir bəy, çox üzr istəyirəm. Əgər kitab halında çap olunacaqsa, çıxışçılara şans yaradılsın ki, sırf buradakı çıxışların özü yox, mətnlərini özləri göndərsinlər ki, kitaba daxil edilsin. O zaman daha arxain şəkildə daha elmi, yüksək səviyyəli yazılar yığılar orada. Üzr istəyirəm. Çox gözəl təklifdir. Kərəm müəllim, buyurun. Teşekkür ederim söz ettiğinize görə. Bugün de oradan da güzel bir şəxsiyyətimiz haqqında tədbir keçirilir. Və təbii ki, Məmməd Əmin Rəsulzadə təkcə yaddaşlarda Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından biri kimi yox, eyni zamanda bizim milli ideologiyanın qurucularından biridir. Və dövlətçiliyimizə gedən yolda biraz da Borçalı haqqında danışaq. Borçalının təbii ki öz xidməti var.
Yəni, hər bir Azərbaycan türkü gözəl bilir ki, müstəqilliyimiz məhz Borçalı ərazisində elan edilir. Söhbət 26 may 1918-ci ildə gedir. Mən bunu istənilən bizim Gürcü tarixçi qardaşlarımızla da mübahisə edə bilərəm ki, Tiflis bəli Borçalının ayrılmaz hissəsidir və müstəqilliyimiz də məhz həmin Tiflis şəhərində elan edilir. Və bu müstəqilliyə aparan yollar zamanı aydın məsələdir ki, Çar Rusiyası tərəfindən işğaldan sonra Şimali Azərbaycanda nəinki dövlətçilik, ümumiyyətlə onun ənənələrini də məhv eləmək yolunda mübarizə aparılır. Və bu mübarizə dırnaq içərisində öz bəhrəsini verdi. Nə mənada? 1917-ci ildə Çar Rusiyası dağılandan sonra artıq Azərbaycanlıların dövlətləşmə məsələsi var idi. Və Azərbaycan elə bir vəziyyətdə idi ki, ən azı o dövrdə 8 ölkə arasında parçalanmış bir dövlət var. Və onun şimal hissəsində müstəqillik qığılcımının yaranmasında təbii ki, biz Məmməd Əmin Rəsulzadəyə borcluyuq. Mən tarixçi kimi əgər danışmaq olsa, deməli, Çar Rusiyası çökəndən sonra biz bilirik ki, əsasən o zaman dini liderlər mühüm rol oynayırdılar və belə bir telegram əlimizə keçdi, yəni axiblərdən. Deməli, bu teleqramı imzalayıb Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli Əfəndi Xəlilzadə və Yusif Əfəndi Allahyarzadə, deməli, çox maalesef o zaman da belə bir bölgü vardı, Sünni icmasının başçısı və Şiə icmasının başçısı Şeyx Məhəmməd Əli. Və mətndə nə deyilir? İndi hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olan bizlərin, yəni söhbət Borçalı türklərindən gedir, sayca çox olması və digər amillər öz torpağımızın sahibi olmamıza haqq verir. Bununla bağlı biz deməli Osmanlı Sultanına müraciət eləmişlər ki, xahiş edirik ki, paytaxtda Tiflis olmaqla Qarapapaq xanlığını ya öz himayəsinə qəbul etsin, ya da ki, Tiflislə daxil olmaqla bizim Azərbaycan tərkibimizə qatılmasına mane olmasın. Yəni, bu rəsmi məktubdur və hamımız gözəl bilir ki, mən tarixə artıq qayıtmaq istəmirəm. Yəni, 1918-ci il mayın 26-sında Azərbaycan öz müstəqilliyini elan edəndən sonra qəribə də olsa ilk təbrik teleqramları yenə arxiv sənədlərinə əsasən Kösalı və Hacılı kənd icmalarının Azərbaycanın müstəqilliyini elan etməsi ilə bağlı verdiyi teleqram, təbrik teleqramı. Sonra Muğamlı indi biz Sərçala deyirik, Sərçala cəmaatının Azərbaycan Cumhuriyyətinə təbrik teleqramı. Azərbaycanın müstəqilliyini elan etməsi ilə bağlı Qarayazı, Dəmirçi Hasanlı və Nəzərli kənd icmalarının təbrik teleqramı. Və bu teleqramlar təbii ki, öz rolunu oynadı. Nə mənada? Yəni, Azərbaycan Cumhuriyyəti də baxmayaraq ki, bir neçə istiqamətdə biz bilirik ki, həm tanınması uğrunda mübarizə aparırdı. Eyni zamanda özünü də qorumalıydı. Bununla yanaşı, Borçalı haqqında da, yəni çox təəssüf ki, indi düzdür, mən araşdırmanı Borçalının qədim dövr orta əsrlərini araşdırıram, amma bu dövr çox təəssüf ki, araşdırılmır və bunu bizim gənc tarixçilər araşdırmalıdırlar ki, Azərbaycan Xalq Cumhuriyyətinin Borçalı ilə bağlı siyasəti təəssüf ki, işlənməyib və çox vaxtda barmaq arası baxırıq. Həmə arxivlərdə yetərincə məlumat var ki, Qaçağan, Sadaxlı, Körpülü, Dəmirçi Həsənli və Görarxı cəmaatının Azərbaycana birləşməsi haqqında məktubu və burada nə az, nə çox 246 adamın imzası var. Başqa bir общественный приговор deyirlər, yəni ictimai qərar, Saral və Qırıqlı kəndlərinin Azərbaycana birləşməsi haqqında yenə imzalayıblar və deməli burada Nadir Xəlil deyilən bir adamdır və bundan başqa 247 adam. Təbii ki, bütün bu teleqramlar əhəmiyyətsiz deyil. Yəni, Azərbaycan Xalq Cumhuriyyəti də Borçalının qorunması üçün müəyyən tədbirlər görürdü. Məsələn, burada bizim əlimizdə deməli, o zaman Xarici İşlər Nazirliyi vəzifəsini yerinə yetirən hamımızın gözəl tanıdığımız İsmail bəy Ziyadxanovun Gürcü Respublikasının Xarici İşlər Nazirinə məktubu var ki, bizim Qarayazı ərazisində Azərbaycan ordusunun, korpusunun yerləşdirilməsi nəyə görə Gürcülər tərəfindən təcavüzlə belə pis qarşılanır? Niyə? Çünki onlar bizim tarixi ərazilərimizdir. Başqa bir məktubda Hacınski
Azərbaycanın Xarici İşlər Nazirinin yenə Gürcüstanın Xarici İşlər Nazirinə məktubu var ki, deməli 16:40-da, yəni dəqiqəsinə, saatına qədər yazır ki, Gürcülərin Borçalar arasındakı Azərbaycan əhalisinə qarşı apardıqları aqressiv münasibət dayandırılmalıdır. Yəni Azərbaycan Xalq Cümhuriyyəti və təbii ki, onun üzvlərindən biri olan Rəsulzadə ömrü boyu belə deyək ki, Borçalını unutmamışdır. Hətta biz bilirik ki, daha çox xüsusən də xarici ədəbiyyatlarda o zaman belə bir söz var ki, güya Azərbaycan Respublikası Osmanlı intriqası nəticəsində yaranır, kökündən yanlış olan bir ideyadır. Əgər bu intriqa nəticəsində yaranmışdırsa, nəyə görə Osmanlı Mudros müqaviləsini imzalayıb müharibədən çıxdıqdan sonra belə Azərbaycan Xalq Cümhuriyyəti özünü qorudu və yaşadı. Nəyə ki qorudu, yaşadı? Eyni zamanda Azərbaycan türklərinin yaşadıkları bütün bölgələrdə həmin o Azərbaycan türklərinin əmin-amanlığı və asayişi üçün maksimum nə qədər gücü var idi, həmən gücünü qoydu. Və eyni zamanda təbii ki, Borçalı da özünün qeyrətli tarixi şəxsiyyətlərindən məhrum deyil. Və insanın ürəyini sızladan bir telegram var, yəni adını çəkdiyim Borçalı Qarabağ Türk Cümhuriyyəti qurularkən, təbii ki, Osmanlı onu tanımaq gücündə deyildi. Azərbaycan öz gücdə deyil. Və o zaman Borçalının böyük oğlu Emin Ağa məktubla qəribə də olsa Yaponiya imperatoruna müraciət edir ki, bu dövlət tanısın. Və onun belə deyək də ürək ağrısı ilə deyir ki, siz də şərqlisiniz, biz də. Bizi yalnız siz tanıya bilərsiniz və bizim keçirdiyimiz hissləri ancaq siz keçirə bilərsiniz. Və bununla da Borçalı türkləri bir daha sübut elədilər ki, onlar dövlətçilik tarixinə malikdirlər, Azərbaycanla birdilər. Çox təəssüf ki, son dövrlərdə Borçalı tarixindən bağlı, Borçalı türklərlə bağlı çox qəribə belə nəzəriyyələr meydana çıxır. Borçalını Azərbaycandan ayırmaq, çünki sanki Borçalı türkləri tamam bir ayrı türklərdir, Qafqaz türkləridir. Xeyr, Borçalı ətinlə, dırnağınla, sümüylə, ili ilə Azərbaycana bağlıdır və bağlı da qalacaq. Sağ olun. Kerem müəllim, çox təşəkkür edirik. Çox dəyərli çıxışınıza görə, dəyərli tarixi faktları da xatırlatdınız, sağ olun. Və mən də bir faktı xatırlatmaq istəyirəm. Bunun üstündə biz durmuruq, amma məncə durmaq lazımdır. Cənubi Qafqazın, Güney Qafqazın istiqlalının ən böyük müsəbbibi və yaxud da o ən böyük rol oynayan nə Gürcüstandır, nə Ermənistan. Gürcüstan da, Ermənistan da Rusiyadan qopmağı özləri üçün çox böyük bir fəlakət bilirdilər. Bu tarix 18-ci il Brest-Litovsk sülh müqaviləsindən sonra Osmanlıdır ki, ayağını dirədi, dedi, ya özünüzü müstəqil bir vahid kimi aparın, ya da Rusiyanın bir tərkib hissəsi kimi bunları qəbul edin. Bu şərtləri, Brest-Litovskda o qəbul olmuş şərtləri qəbul. Və həqiqətən də Türkiyə Cənubi Qafqazı milli dövlət quruculuğunda ən böyük rolu oynuyor. Azərbaycan nümayəndələri ki, Rəsulzadə də bunların başında idi və Trabzon, Batum konferanslarında iştirak edirdi. Bu Cənubi Qafqazın, nəinki Azərbaycan, bütün Cənubi Qafqazın istiqlala qovuşmasında birinci dərəcəli rol oynayıb. Bir daha təkrar olaraq deyirəm, bu nə Gürcülərin xidmətidir, nə Ermənilərin xidmətidir. Əslinə qalanda bu Türkiyənin və Azərbaycan onları istiqlal istiqamətinə, milli müstəqillik istiqamətində itələməsinin nəticəsi idi. Növbəti söz Sabir bəyə verilir, millət vəkili. Buyurun Sabir. Təşəkkür edirəm. Xanımlar və bəylər, hamınızı salamlayıram mən də. Çox ciddi bir məsələ müzakirə olunur. Mən hesab edirəm, Məhəmməd Əmin Rəsulzadənin həm tariximizdəki xidməti, həm şəxsiyyət kimi böyüklüyü haqqında çox yazılır və bundan sonra da yazılacaq. Yetərlicə tədqiq olunmayıb və mənə elə gəlir, 10 illər bundan sonra da onun dünyanın müxtəlif ölkələrinin mətbuatına səpələnmiş yazılarının hamısını bir yerə yığmaq olmayacaq. Ona görə də bu gün müzakirə olunan məsələ konkret Borçalının Azərbaycanın müstəqillik tarixində yeri, bu diqqətimizi daha çox məncə ora yönəltsək doğru olar. Çünki bu
az öyrənilmiş bir işdir və Borçalı cəmiyyətinə də təşəkkür edirəm ki, məhz bu məsələni bugün gündəliyə çıxarıb müzakirə mövzusuna. Borçalı cəmiyyətinin yayda o yaylaqlarda baş keçid yaylağında keçirdiyi Elat bayramının dadı duzu hələ yadımızdadır. Mən hesab edirəm ki, həm o tədbir, həm də bu cür elmi konferanslar, bu tipli qeyri-hökumət təşkilatlar əslində bizim kənar bir ölkədə qalmış bir parçamızın, bir hissəmizin hüquqlarının burada müdafiəsi və onların taleyinin öyrənilməsi baxımından əsas işdir. Yəni bu cəmiyyətin əsas işi elə bunlar ola bilər. Silah götürüb gedib Gürcistanla ya deyək ki, başqa ölkələrlə vuruşmaq imkanımız yoxdur. Bilal bəy, bağışlayın, sizi görməmişəm, hoş gəlmişsiniz. Mən yadıma düşür Ziya Bünyadovla Leyla Eradizinin bir söhbəti. Ziya Bünyadovun bir kitabı yeni çıxmışdı. Orada yazır ki, Azərbaycan türkləri Abşeronda belə ilk dəfə də yazmasa, hər halda belə kütləvi şəkildə 1050-ci ildə, 1040-cı ildə hardasa bu arada ilk dəfə göründülər. Belə bir cümləsi vardı. Bunu Leyla Eradiz oxuymuş, dedi, Ziya müəllim, siz orada elə yazırsınız. Əgər türklər Azərbaycana 11-ci əsrdə, Bakıya, Abşerona 11-ci əsrdə gəliblərsə, onda yəqin Tiflis ətrafına daha gec gəliblər. Ziya buna baxdı, dedi ki, Leyla dedi, onlar Bakıya ola bilsin, o vaxt gəliblər, amma Tiflisin ətrafında ən azı 1-3 ildir yaşayırlar. Ona görə səfək danışma, səfək danışma. Borçalıda 3000 ildən artıqdır türklər yaşayır. Ona görə Borçalıya məncə biz Qafqazda türklərin ən sabit, ən qədim, ən köklü ocaqlarından bir kimi baxmalıyıq və bizi Qafqazın taleyində, tarixində oynadığı yerə də o cür baxmalıyıq. Və hesab edirəm ki, Borçalı türklərini əslində heç Axsqa türklərindən da ayırmaq lazım deyil. Bunlar o bölgədə bir yerdə vuruşurlar, bir yerdə savaşırlar, eyni taleyi yaşayırlar. Mən o gün bir yazı oxudum, maraqlı ki, Rus mətbuatında Borçalı türklərini ilk dəfə belə Axsqa türklərini müdafiə edən bir yazı idi. Axşamda mən özüm bir yerdə bir yazdım ki, bir ölkə, bir xalq 72 ildir vaqondan hələ düşməyib. 42-ci ildə bunları bildiriblər qatarlara, bunlar hələ qatardadılar. Oradan gediblər Özbəkistana, Qazaxstana, Şimali Qafqaza, bizdən Azərbaycana qayıdıblar. Özbəkistanda da son hadisələrdən. Eyni taleyi Borçalının da bir hissəsi yaşayıb. Borçalıda ən başda Nərman Nərmanov və Nərman Nərmanov kimi yüzlərlə insanı Qazaxstana və Həştaqana sürgün olunurdu. Bu elə kim yerindən qalxırdısa, deməli, ilk növbədə Tiflisə yaxın olduğuna görə Qafqaz canişinliyinə ən böyük zərbə də həmişə oradakı türklərə dəyirdi. Bu, bizim yaşadığımız, deməli, bir faciədir. Bir şey də deyim və bu, biraz haşiyyət yəqin ki, o məsələdən kənardadır bizim mövzudan. Məsələ burasındadır ki, biz adətən bir son hadisəni deyəndə əvvəlkiləri unuduruq. Bizim yaddaşımız, hafizəmiz belədir. Azərbaycanda indi son vaxtlarda dövlətçiliyimizin bərpası yox, bəzən deyirlər Azərbaycan milli dövləti tarixi 91-ci ildən, 91 də demirlər 93-cü ildən başlayır istiqlalımızın tarixi. Biz milli dövlətçiliyi 18-ci ildən başlayırıq. Amma o milli dövlətçilik dönəmi dünyada 19-cu ulusal dövlətlər, 19-cu yüzdən biraz da Fransa inqilabından başlayır, biraz da əvvəl, yəni oradan başlayır. Amma ona qədər bizim dövlətlərimiz ən az son 1000 il Azərbaycan Atabəylər dövlətləri olub, onlar da bizim dövlətlərdir. Ona görə bizim dövlətçiliyimiz dövlətçilik tariximizi deyəndə əsas diqqəti 20-ci yüzildə 18-20-ci ilə vermək də doğru deyil. Bu bizim milli dövlətimizdir. Milli dövlət, ulusal dövlət. Yəni bir xalq özünün yaşadığı torpaqlarda dövlət qurur. Amma bizim ondan əvvəl, deyək ki, ürfani dövlətimiz olub. Ondan sonra sülalə dövlətlərimiz olub. Səfəvi dövləti də bizimdir. Türkiyədə onu Türk dövləti sayılır, bəzən bizimkilər də sayılırlar. Ona görə də bu məsələlərdə biz tarixçilərimizə, indi mən burada bizim o tarixçilərimiz oturub ki, bizim bu fikirlərimiz olanla eyni üst-üstə düşür. Bu, xüsusən bu masanın arxasında oturanların hamısı mən izləyirəm və çox sevdiyim
insanlardır. Bunu mən ona görə deyirəm ki, bəzən o çox maraqlı bir söz var. Deyir, bu tarixə biraz ədəbiyyatın gözü ilə baxmaq lazımdır. Çünki tarixçilər faktları deyirlər, ədəbiyyatçılar faktın ruhunu deyirlər. Mən faktların biraz ruhu ilə danışmağa öyrəşmişəm. Çünki difai hərəkatı ilə bağlı burada dediyim Nəsib bəy şeylə bağlı, 1905 Əhməd Ağoğlu'nun hərəkatı, gördüyüş. O Tiflis'te Varantsov Daşkov'un keçirdiği cımcağda deyir ki, siz erməni terrorundan qorxub, ağa qarıya qara demişsiniz, siz bizim əzildiyimizi demişsiniz, erməni terrorundan qorxursunuz. Ama eğer bu terror bu kadar həlledici faktordursa, onda siz bizim de terroru görərsiniz. Yani terror demeseniz, onda bizim de gücümüzü görərsiniz. Və qayıdır, Gəncədə difai hərəkatını elan edir. Biz şəxsiyyətləri üz-üzə qoyuruq, amma 20-ci yüzyıl zirvələr, 20-ci yüzyılın əvvəli zirvələr dövrüdür. Əli bəy Hüseynzadədən, Əli Mərdan bəy Topçubaşı, Cəmil bəy sağ olsun, gözəl bir kitab yazıb, Əhməd Ağoğlu, sonra Məmməd Əmin Rəsulzadə ki, və Məmməd Əmin Rəsulzadə bütün böyük yazıçılarımız ki, Sabir, Hadi, nə bilim, o dövrün bütün Cəlil Məmməd Quluzadə, bunları bu siyasilərlə son dərəcə sıx birliği ve bir yerde olması, hamısı milli azadlıq, milli mücadilənin içindədirlər və milli azadlıq yolundadılar. Borçalının o cəhətdən onu Cəmil müəllim yazır, Cəmil bəy ki, o vaxt Osmanlı ilə Azərbaycan arasında danışıqlar gedəndə Ermənistan dövlətinin yaranmasına Ənvər Paşa icazə vermirdi. Deyir, olmaz. 10.000 torpağı var, 10.000 kvadrat kilometr. Orada bir Ermənistan yaratsanız, sonra onlar 100 ildən sonra, bakın 100 ildə, bu günü deyir, 100 ildən sonra onlar Amerikalı, deməli, himayədarlarının köməyi ilə bu bölgeye doluşup bizim başımıza bu oyun açacaklar. Yani orada erməni dövləti yaranmalı değil. Ama buna dünya təkid edilenden, bütün dünya ermənilər müdafiə edilende, onu da deyir, yaxşı, bir o dövlət qurulsa eğer, onun güneyindən və kuzeyindən Azərbaycanla Türkiye arasında quru sərhəd olmalıdır. Neyi nəzərdə tutdu? Borçalı nəzərdə tutdu. Borçalı Akska Türklər. Borçalı deyəndə mənim təsəvvürümdə bir ucu Azərbaycan deyək ki, qırmızı körpü, bir ucu Batum. Bir ucu Batum, çünkü Batum Türklerin çoxluqda yaşadığı bir bölgeydi. Bütün bu ve o Batum'da yetişen Əhməd Cavad da oranın getirmesi olan Əhməd Cavad da, Ömer Faik Nemanzade'den, bütün bunlar hamısı Borçalı büyütünün adamlarıydı ve aslında Azərbaycanın deyək ki, bu müstəqilliğinde olan hamısının son derece büyük rol olmuştu. Ve son olarak bir fakta deyim, deməli Gürcistanın münasibəti ilə bağlı. 1970-ci ildə mənim dostum Süleyman qəzet redaktörü Səli Gürcistanın mən çağırmışdı Qarayazıya bir məclisə. Mən cavan şairdim və getmişdim. Məclis nədir? Gürcistan Azərbaycanlılarının qız götürüb qaçırması əleyhinə bir bununla bağlı iclas keçirilir. Gürcistan ideoloji katib oradadır, təbliğat təşkilat şöbəsinin müdürü oradadır. Mən də durdum, dedim ki, özümə məxsus həmişə ki, o deyək ki, o lazım olan sözü yerində deyəsən. Dedim, Azərbaycan Respublikasında biz Tiflis